Yuxuda ev görmək insanın daxili dünyasının, düşüncələrinin və emosional vəziyyətinin simvoludur. Ev, insanın özünü necə hiss etdiyini və həyatında hansı mərhələdə olduğunu göstərir. Əgər yuxuda təmiz, işıqlı və səliqəli bir ev görürsənsə, bu daxili harmoniya, sakitlik və özünlə barışmaq deməkdir. Köhnə, qaranlıq və dağılmış ev isə keçmişdə qalan narahatlıqları, unudulmamış xatirələri və ya emosional qarışıqlığı simvolizə edir. Yeni evə köçmək, həyatda yeniliklərə açılmaq, yeni başlanğıclara addım atmaq anlamına gəlir. Uşaqlıq evini görmək isə köklərə dönüş, nostalji və təhlükəsizlik axtarışı ilə bağlıdır. Qısacası, yuxuda ev görmək ruhunun səninlə danışmaq cəhdidir. O, sənə öz daxili evinə bax deyir.